Bugünkü dərsimiz Şirvanşahlar dövlətidir. İlk əvvəl nəzər salaq Azərbaycanda dövlətçilik ənənələrinin yaranmasına. Demək ki, biz eşitmişik ki, Azərbaycanın da ilk dövlət Azərbaycanın cənubunda Manna dövlətidir. Hansı ki, erkən dövlət qurumları, yəni ilk orta tuncda şəhərlər yarandı. Sonra şəhərlərdə yaşayan tayfalar birləşib erkən dövlət qurumlarını yaratdı. Sonra erkən dövlət qurumları zəifləyəndən sonra yenə də həmin tayfalar birləşərək Manna dövlətini yaratdı. Yəni Azərbaycanda yaranan ilk dövlət Azərbaycanın cənubunda Manna dövləti idi. Manna dövlətindən sonra isə yaranan ikinci bir dövlət yenə də Azərbaycanın cənubunda Atropatena dövləti oldu və bunların hər ikisi quldar dövlət hesab olunur. Quldar dövlət kimi yaranıb, quldar dövlət kimi də süqut eləyiblər. Azərbaycanın şimalında yaranan ilk dövlət isə Albaniya dövlətidir, hansı ki Atropatenanın eyni vaxtda quldar dövlət kimi yaranmış, lakin feodal dövlət kimi süqut eləmişdi. Bugün isə Azərbaycanın şimalında yaranan ikinci bir dövlət Şirvanşahlar dövlətindən danışacağıq. Şirvanşahlar dövləti Azərbaycanın şimalının bir hissəsində, şimal-şərqi Azərbaycan torpaqlarında, Kürdən yuxarıdakı Azərbaycan torpaqlarında yaranan bir dövlətdir və feodal dövlət kimi yaranıb, belə feodal dövlət kimi də süqut eləmişdi. Azərbaycanda mövcud olan iki ən uzun ömürlü dövlət var ki, quldar dövlət kimi götürsək Albaniya dövlətidir, yəni Azərbaycanın şimalında yaranan birinci dövlət və feodal dövlət kimi isə götürsək ən uzun ömürlü dövlət Şirvanşahlar dövləti hesab olunur. Baxmayaraq ki, cənubda ilk dövlətlər tez yarandı, şimaldakı dövlətlər daha uzun müddət mövcud olmuşdu. Görək ki, məsələn, Atropatena Albaniya dedik ki, Makedoniyalı İskəndərin ölümündən sonra yarandı. Və Şirvanşahlar dövləti nə baş verdi ki, yarandı? Dövlətlər var ki, işğalçılıq siyasətindən yaranır. Dövlətlər var ki, hansısa bir hadisənin nəticəsində yaranır. Bax, Şirvanşahlar dövləti də Manna, Atropatena, Albaniya dövləti kimi hər hansı bir hadisənin nəticəsidir. Yəni, biz bilirik ki, Ərəbdə mövcud olan Abbasilər sülaləsinin dövründə özbaşınalıq var idi, ağır vergi siyasəti var idi və bu ağır vergi siyasətinə, özbaşınalığa qarşı bütün ərazilərdə, tabi olan bütün ərazilərdə üsyanlar baş vermişdi. Həmin üsyanlardan biri də Xürrəmlər hərəkatı idi. Düzdür, Xürrəmlər hərəkatı yatırıldı, amma Azərbaycan ümumiyyətlə bütün tabi olan ərazilərdə bir müstəqilləşmə baş verdi. Yəni Abbasilər sülaləsi zəiflədi. Zəiflədi və Abbasilərə, yəni Ərəbə tabi olan ərazilərdə xəlifənin mövqeyi zəiflədi. Xəlifə öz ərazisinə çəkilir, idarə etdikləri ərazinin əmirləri isə artıq mərkəzi hakimiyyətə tabi olmur, müstəqil siyasət yürüdürdülər. Yəni ağır vergilər üsyanlar Abbasilərin zəifləməsinə, Abbasilərin zəifləməsi də vilayət hakimlərinin, əmirlərinin müstəqilləşməsinə gətirib çıxartdı. Azərbaycanda bir neçə müstəqil ərazilər yaranmışdı. Təbii ki, 9-11-ci əsr dağınıqlıq dövrü hesab olunacaq bütün dünyada, eləcə də Azərbaycanda. Niyə? Çünki əgər bir dövlətin içində iki dövlət belə olsa, artıq bu dağınıqlıq deməkdir. Nə ki, artıq Azərbaycanda bir neçə dövlət var idi. Məsələn, şimal-şərqi Azərbaycan torpaqlarını əhatə eləyirdi Şirvanşahlar dövləti, Kürlə arasını əhatə eləyirdi Şəddadilər dövləti, Arazdan aşağıda var idi Rəvvadilər dövləti, sonra bütün Azərbaycanı əhatə eləyən ilk dövlət Sacilər, ikinci bir dövlət Salarilər, burada bir Dərbənd, belə deyək, əmirliyi yarandı, sonra burada bir Şəki hakimliyi yarandı, burada bir indiki Gürcüstan ərazisinə Tiflis əmirliyi müstəqil oldu. Xəzərin bu biri tayında Qaraxanlı, Qəznəvi, Samani kimi dövlətlər də müstəqil oldu. Xülasə 9-11-ci əsr bütün dünyada feodal dağınıqlığı olduğu kimi Azərbaycanda da həmin dövr feodal dağınıqlıq dövrü hesab olunur. Və bugün bizə lazımdır Şirvanşahlar dövləti, eləcə də danışacağıq Şirvanşahlar dövlətindən. Sonra Şəki hakimliyi, Şirvanşahların yanında olan Şəki hakimliyi, Şəkidən danışacağıq. Sonra indiki Gürcüstan ərazisində olan Tiflis əmirliyi, ondan danışacağıq. Sonra da burada Dərbənd hakimliyi var, oradan danışacağıq. Birinci bura isə Şirvanşahların ərazisidir. Demək ki, Kürdən şimalda. Birinci hələ bu xırdalıqlardan danışaq. Şəki, Şirvan, Dərbənd. Bunların üçü də 9-cu əsrin 60-cı illərində yaranıblar. Yəni yox idilər, yarandılar. Amma Tiflis 8-də yaranıb.
Bizim eranın 8-ci əsrində. Sadəcə 9-cu əsrin 60-cı illərində müstəqil olub. Hətta 80-ci illərində isə inkişaf edib Cəfərlər sülaləsinin dövründə. Şəki, Şirvan, Dərbənd. Bunların üçü 9-cu əsrin 60-cı illərində yaranıb. Yəni 860 neçələrdə. Amma Tiflis 8-ci əsrdə yaranmışdı. 9-cu əsrin 60-cı illəri Abbasilərin zəifliyindən istifadə edərək müstəqil olub, 80-ci illərində isə inkişaf edib. Başlayaq elə birinci Şəki hakimliyindən. Şəki hakimliyi dediyimiz kimi 9-cu əsrin 60-cı illərində, yəni 860-cı illərində yaranmış, Azərbaycanın şimal-qərb hissəsini əhatə eləyir. Gürcüstan xristiyan idi, biz müsəlman idik. Gürcüstan və xristiyan dünyası arasında qapı rolunu oynayırdı. Şəki hakimliyi uzun müddət Azərbaycanda mövcud olan dövlətlərdən ən çox Şirvanşahlardan asılı olmuş. Monqollar gələcək Azərbaycana Hülakilər dövləti mövcud olacaq. Hülakilər dövlətinin zəifləməsindən istifadə edərək müstəqil olacaq. Baxmayaraq ki, 9-cu əsrin 60-cı illər yaranıb, yarandığı bir dönəmdən uzun müddət Şirvanşahlardan və ya Azərbaycanda mövcud olan dövlətlərdən asılı olub. Sonra isə Azərbaycanda Hülakilər dövləti olacaq. Onların zəifləməsindən istifadə eləyərək müstəqil bir siyasət yürüdəcək və Səfəvilər dövlətinin hökmdarı 1-ci Təhmasib tərəfindən varlığına son qoyulacaq. Deməli, Şəki yarandı 9-cu əsrin 60-cı illərində, uzun müddət asılı olub. Sonra eşidəcəyik ki, demək 14-cü əsrin 30-cu illərində, bax burada yarandı. 14-cü əsrin 30-cu illərində müstəqil oldu. 1551-ci ildə isə süqut elədi Səfəvilər dövləti tərəfindən. Bu bizim Şəki haqqında eşitdiyimiz bir məlumatdır. Keçirəm indi Dərbəndə. Dərbənd əmirliyi yaranıb 9-cu əsrin 60-cı illərində. 9-cu əsrin 60-cı illərində Dərbənd əmirliyi yarandı. Və 987-ci ildə Slavyanların, yəni yuxarıdan Rusların dağıdıcı yürüşünə məruz qalıb. 987-ci ildə Ruslar bura hücum edib. Əslində Dərbənd hakimi feodallarla baş apara bilmirdi. Yuxarıdan Ruslar, yəni Slavyanları köməyə çağırdı. Slavyanlar da gəlib feodalları məğlub elədi. Hətta burada demək Slavyanlardan ibarət qoşun belə yaradıldı. Amma təbii ki, qeyrətçi bir xalq olduğu üçün buranı dağıdırdılar. Və bunu görən Şirvanşahlar 988-ci ildə Dərbəndi tutdular ki, Slavyanların əlində qalmasın. Sonra eşidəcək ki, 1075-ci ildə isə Şirvanşah hökmdarı, demək, 1-ci Fərbürzün dövründə Dərbənd tamamən birləşdiriləcək Şirvanşahlara. Deməli, Dərbənd haqqında da eşidəcəyi məlumat buradan ibarətdir ki, 9-cu əsrin 60-cı illərində yaranıb, 987-ci ildə Slavyanlar bura gəlib kömək adı ilə burada özləri üçün qoşun yaradıblar və sonra da dağıtmağa başlayıblar. 988-ci ildə bunu görən Şirvanşahlar dövləti Dərbəndi tutub və 1075-ci ildə isə Dərbəndi 1-ci Fərbürzün dövründə özlərinə birləşdiriblər. Keçək Tiflisə. Ümumiyyətlə, əmirlik ərəbdən qalan bir bölgüdür. Bütün əmirliklər, harda əmirlik eşitdik, 8-ci əsrdə yaranıb. Hamısı, bütün əmirliklər 8-ci əsrdə yaranıb. 2 dənə istisnası var. Biri Dərbənddir, biri də Dəbildir. 2 dıllar. Bunlar fərqlidir. Dərbənd yaranıb 9-cu əsrin 60-cı illərində, Dəbil yaranıb 951-ci ildə. Bütün əmirlik, məsələn biz Kardova əmirliyi eşidirik, Tiflis əmirliyi, Bərdə əmirliyi, Rəvvadə əmirliyi, Mənsurə Multan əmirliyi, harda əmirlik sözü görürüksə onlar 8-ci əsrdə yaranıb. Yeganə 2 dənə dıdır ki, Dərbənd 9-cu əsrin 60-cı illərində, Dəbil isə 951-ci ildən yaranmış bir əmirlik hesab olunur. Və Tiflis də 8-ci əsrdə yarandı. 9-cu əsrin 60-cı illərində müstəqil oldu. Şueybilər və Şeybanilər adlı 2 sülalə var idi burada. 9-cu əsrin 80-ci illərində isə inkişaf elədi. Burada Cəfərilər sülaləsi hakimiyyətə gəlmişdi. Dərbənddə isə uşaqlar Haşimilər sülaləsi var idi. Haşimlə yadımıza saxlayaq. Haşimilər, yəni Həşim adında, Həşimə Sulaki adında bir şəxs yaratdığı üçün buna Haşimlər sülaləsi deyirik. Dərbənd də
Şirvan da, Tiflisi də yaradan ərəb sülaləsidir. Baxmayaraq ki, Şirvanşahlar Azərbaycan dövləti idi, onu yaradan ərəb sülaləsi olub. Dərbəndi yaradıb demək Haşimilər. Tiflisdə mövcud olub 3 dənə sülalə. Şeybanilər, Şueybilər, bir də Cəfərilər. Ən güclüsü Cəfərilərdir və testlərdən çox bu düşür. Şirvanda isə olub Məzyədilər sülaləsi. Yaxşı, biz Şəkidən danışdıq, Dərbənddən danışdıq, indi Tiflisdən danışaq. 8-ci əsrdə yaranıb, 9-cu əsrin 60-cı illərində müstəqil olub, 9-cu əsrin 80-ci illərində Cəfərlər sülaləsi tərəfindən idarə olunub. 11-ci əsrdə Azərbaycana Səlcuq türk tayfaları gələcək və onlar gələcəklər Tiflisi özlərinə tabe eləyəcəklər. Amma bir müddətdən sonra Gürcülər Səlcuqlarla mübarizə aparacaq. 1121-ci ildə Didqori döyüşü olacaq. Didqori döyüşündə Gürcülər Səlcuq türklərini məğlub eləyəcək, Tiflisi Səlcuqların əlindən əbədi alacaqlar və 1122-ci ildən Tiflis keçəcək Gürcüstanın əlinə, indi də Gürcüstanın paytaxtıdır. Amma əvvəldən Tiflis Azərbaycan ərazisi olub, müsəlman ərazisi olub və Tiflisdə idarə etmə Şueybilər, Şeybanilər və Cəfərlərin əlində olub. Ondan sonra isə gəlib buranı Səlcuqlar idarə edib, bütün Azərbaycanı idarə elədiyi kimi Tiflisi də Səlcuqlar idarə edib və Gürcülər 1121-ci ildə Didqori döyüşündə Səlcuqları məğlub eləyib, 1122-ci ildən Tiflisi özləri üçün əbədi almışlar. İndi isə keçirik əsas məsələyə, Şirvanşahlar dövlətinə. Şirvanşahlar dövləti uzun bir tarixi dönəm yaşayıb və Azərbaycanda mövcud olan ən uzun ömürlü dövlətdir. Şirvanşahlar dövləti 861-ci ildə yaranıb, 1538-ci ildə süqut eləmişdi. Yaranışı ərəb xilafətinin zəifləməsi nəticəsində, süqutu isə Səfəvi dövlətinin hökmdarı Təhmasibə aiddir. Həm Şirvanı, həm Şəkini Səfəvi dövləti Təhmasib süqut etdirib. Uzun bir dönəm keçmiş bir dövlətdir. 3 dənə sülalə olub burada hakimiyyətdə. Məzyədilər, Kəsranilər, bir də Dərbəndilər. 3 dənə sülalə bir-birinin dalıcan, biri gedib təbii ki, o biri gəlib, bir-birinin dalıcan dövləti idarə edib. Məzyədlər dövlət yaranandan 861-ci ildən 1027-yə qədər, Kəsranilər 1027-ci ildən 1382-ci ilə qədər, Dərbəndilər 1382-ci ildən 1538-ci ilə qədər mövcud olmuşdu. Məzyədilər sülaləsinin banisi Yezid ibn Məzyəd idi. Yezid ibn Məzyəd. Amma dövlətin banisi Heysam ibn Xalid olub. Heysam ibn Xalid. Sülalənin banisi Yezid ibn Məzyəd olub, dövlətin banisi isə bu sülalənin banisidir. Bu isə dövlətin banisidir, Heysam ibn Xalid. Kəsranilərdə isə artıq dövlət mövcud olduğu üçün deyə bilmirik dövləti yaradıb. Kəsranilərin isə ilk sülalənin banisi olacaq 1-ci Məniçöhür. Dərbəndlərdə isə ilk bani olacaq 1-ci İbrahim. Demək ki, mən görürəm ki, Yezid ibn Məzyəd Kəsranilər sülaləsinin Yezid ibn Məzyəd Məzyədlər sülaləsinin 1-ci Məniçöhür Kəsranilər sülaləsinin 1-ci İbrahim isə Dərbəndlər sülaləsinin banisi olub. Dövlətin banisi Heysam ibn Xalid, sonuncu hökmdarı isə Şahrux adında bir hökmdar olub. Bugün bizdə lazımdır Məzyədilər. Məzyədilər ərəb mənşəlidir və Abbasilər sülaləsinin dövlətinin zəifləməsindən istifadə edərək Azərbaycanın şimal-şərqində özləri üçün dövlət yaradırlar və hələ ki sülalə kimi burada idarə etməyə başlayırlar. Sülalənin təbii ki rəhbəri, ilk rəsmi hakim Yezid ibn Məzyəd olur. İlk rəsmi hakim, yəni ilk dəfə bunun adını eşidirik.
Rəsmi hakim Yezid ibn Məziyyəddir və elə sülalə onun adı ilə Məziyyədlər sülaləsi adlanır. Sonra Yezid ibn Məziyyəddən sonra hakimiyyətə gəlir Məhəmməd ibn Yezid. Məhəmməd ibn Yezid. Deməli uşaqlar, burada ibn oğul deməkdir. Yezid ibn Məziyyəd, Yezid Məziyyədin oğluydu. Məhəmməd də Yezidin oğludur. Atasından sonra gələn Yezid, Məhəmməd ibn Yezid mərkəzi Bərdədən Gəncəyə köçürüb. Bərdədən Gəncəyə. Görək haradır bura? Deməli, burada bir Göyçə gölü var. Göyçə gölünün üstü Gəncədir, aşağısı Bərdədir. İlk əvvəl bu Yezid ibn Məziyyəd, yəni Abbasilərin dövründə Bərdə əmirliyini idarə edirdi. Yəni biz qeyd etdikdə dedik ki, Abbasilərin dövründə əmirlər hər hansı bir ərazini idarə edirdi, hər hansı bir vilayəti idarə edirdi. Abbasilər zəifləyəndə kim haranı idarə edirdisə, bacardığı qədər həmin yerdə hər öz adına bir dövlət yaratmağa çalışdı. Eləcə də Yezid ibn Məziyyəd də Bərdə əmirliyini idarə edirdi. Təbii ki, bütün əmirliklər kimi Bərdə əmirliyi də 8-ci əsrdə yaranıb. Sonra Yezid ibn Məziyyəd öz adını qoyaraq dedi ki, artıq Azərbaycanın şimal-şərq torpaqlarında Məziyyədlər sülaləsi var. Yəni daha bizimdir bura, ərəblərin deyil. Amma onun yerinə gələn oğlu Məhəmməd ibn Yezid mərkəzi Bərdədən Gəncəyə köçürtdü. 859-cu ildə niyə daha əlverişli bir şəhərə köçürtdü? Yəni Gəncə Bərdədən də yaxşıdır. Yəni mərkəzi Bərdədən Gəncəyə, bu paytaxt deyil. Hələ dövlət yaranmayıb. Sadəcə sülalənin mərkəzini Bərdədən Gəncəyə köçürtdü ki, qoy ərazi biraz da genişlənsin. Və ərazini genişləndirdi. Daha sonra eşidirəm ki, gəldi Heysam ibn Xalid. Deməli, birincisi Yezid ibn Məziyyəddir, ikincisi Məhəmməddir, üçüncüsü isə Heysam ibn Xaliddir. Heysam ibn Xalid gəldi, 861-ci ildə dövlət yaradacaq. Necə? Görəcək ki, Ərəb xilafətində çox boşluqdur, xilafət başı qarışıqdır, fürsətdən istifadə edərək sülalənin adını dövlətlə əvəz eləyəcək. Ona görə də paytaxtı Şirvan olan Şirvanşahlar dövləti yaranacaq. Deməli, Şirvanşahların ilk paytaxtı Şirvan şəhəridir. Şirvanşahlar dövləti yaranacaq və bir dövləti olaraq tamamən ərəbin asılılığından çıxaraq müstəqil siyasət yürüdəcək. Sonra işləyəcəm 4-cü Əbu Tahir. Tahir isə bir cümlə ilə yadıma düşəcək ki, daha doğrusu hələ bir cümlə bəsimizdir demə düşəni. 918-ci ildə paytaxtı Şamaxıdan Bakıya köçürdü. Daha doğrusu Şirvandan Şamaxıya köçürtdü. Niyə? Səbəb nədir? Səbəb də odur ki, Şirvanla Şamaxını müqayisə etsək, Şamaxı daha gözəl idi, daha əlverişli ticarət yolları keçirdi buradan. Ona görə də paytaxtı Şirvandan Şamaxıya köçürdü. Əbu Tahir üçün dimə düşməyib, digər testlərdə özünü göstərən bir 917-ci il sözü var ki, Lahican şahlığını tutması. Lahican şahlığı. Lahican şahlığı da bax burada yerləşir. Azərbaycanın Lahican şahlığı, indiki belə deyək də Gilan, İran istiqamətində. Deməli, mən təzədən başlayayım bir dənə də bu sözləri sizin üçün. Şirvanşahlar dövləti Azərbaycanda ən uzun ömürlü feodal dövlətdir. Azərbaycanın şimal-şərqini əhatə edən bir dövlətdir. 3 sülalə bir-birinin dalınca oranı idarə eləyib. Məziyyədilər, Kəsranilər, Dərbəndilər. Məziyyədilərin mənşəyi ərəb olub, Kəsranilər fars olub, Dərbəndilər isə türk olub. Məziyyədilərin ilk banisi Yezid ibn Məziyyəd, Kəsranilər də 1-ci Mənüçöhür, Dərbəndilər isə 1-ci İbrahim. Dövlətin banisi Heysam ibn Xalid, sonuncu hökmdarı isə Şahrux olub. Varlığına Səfəvilər dövləti tərəfindən son qoyulub Şəki hakimliyi kimi. Məziyyədlər sülaləsinin banisi Yezid ibn Məziyyəd ərəb xilafəti zəifləyəndən sonra Bərdədə müstəqil siyasət yürüdərək əmirlik kimi demək buranı öz adına Məziyyədlər sülaləsinin adından idarə etməyə başlamışdı. Ona görə də ilk rəsmi hakim bu hesab olunur. Ondan sonra hakimiyyətə gələn oğlu Məhəmməd ibn Yezid ərazini genişləndirmək üçün, daha əlverişli bir yerə getmək üçün mərkəzi Bərdədən Gəncəyə köçürmüşdü. Buna biz paytaxt deyə bilmərik, sadəcə mərkəzi və ərazini genişləndirmişdi. Daha sonra isə gələn
Heysam ibn Xalid Ərəb xilafətindəki zəiflikdən istifadə edərək tam müstəqil bir siyasət yürütmüş. Əlində olan torpaqlarda Şirvan Şahlar dövləti, yəni bura Şirvan hesab olunur. Şirvan Şahlar dövləti, yəni artıq da sülalə deyil, Şahlar dövlətidir bura. Bununla da yaranmış Şirvan Şahlar dövləti. İlk paytaxtı Şirvan, 3 dənə paytaxt olub. Birinci paytaxt olub Şirvan, ikinci paytaxt olub Şamaxı, üçüncü paytaxtı isə olub Bakı şəhəri. Şirvan olub dövlət yarananda 861-də, Şamaxı olub 918-ci ildə, Bakı olub 1192-ci ildə. Şirvan olub Xalidin dövründə, Şamaxı olub Tahirin dövründə, Bakı isə olub 1-ci Axsistanın dövründə. Və Şirvandan Şamaxıya paytaxtı köçürməkdə məqsəd Şamaxı daha əlverişli ticarət yolları üstündə yerləşirdi. Bakıya köçürməkdə isə məqsəd Şirvanda demək zəlzələ olur, Şamaxıda zəlzələ olur. Şamaxıda zəlzələ olduğu üçün mərkəz Şamaxıdan Bakıya köçürülür. Biz məziyyətlərdən sadəcə 4 nəfər adam eşitirik. İkisi sülaləyə aiddir, ikisi dövlətə aiddir. Məziyyət sülalənin rəsmi hakimi, Yezid ərazini genişləndirib mərkəzi Bərdədən Gəncəyə köçürən, Xalid dövləti yaradan, Tahir isə paytaxtı Şirvandan Şamaxıya köçürən hökmdar idi. Bu qədər hələ ki Şirvanşahlar haqqında bizə hələ ki bu qədər bəsimizdir. Çünki biz Kəsraniləri ayrıca bir dərs kimi öyrənəcəyik, Dərbəndləri ayrıca bir dərs kimi öyrənəcəyik. Sadəcə demək istədiyimiz də budur ki, Şirvanşahlar öz ərazilərini genişləndirmək üçün bir sıra ərazilər də özlərinə tabe ediblər. Məsələn, üzü yuxarı gedərək Qəbələ şəhərini tutublar, sonra Bərdəni tam tutublar, gələrək Şabran ərazisini tam tutublar. Tutduqları ərazilər də sadalayıram sizin üçün: Qəbələ, Bərdə, Şabran, Dərbənd. Bax, bunları özlərinə tabe ediblər. Söhbət Məziyyədlər sülaləsindən gedir. Demək, hətta onlar yuxarıdan bu Dərbənd səddi var idi, Sasanilərin dövründə tikilmişdi ki, yuxarıdan gələn hücumların qarşısı alınsın. O səddi də bərpa ediblər ki, yenə də təbii ki, şimaldan özlərini qorumaq üçün. Bunların hamısı üçün deyəcək ki, 9-cu əsrin 80-ci illəri Şirvanşahlara tabe olub. Amma ayrıca ilini istəsəniz 9 yox 10. 9 yox 10. Ayrıca ilini istəsəniz deyərəm 981, 982, 983, 988. Yəni 10-cu əsrin 80-ci illərindən gedir söhbət. Ərazisi də əsasən Dərbənddən Kür çayına qədər ki bir ərazini əhatə eləyir. Dövlətin başında şah dururdu, təbii ki hökmdar dururdu. Şirvan Şahlar dövlətidir. Vəzir var idi şahın yanında, maliyyə, yəni xəzinə işlərinə baxırdı. Sonra Hacib var idi, Hacib. Böyük səlahiyyətə malik idi, qapıçı rolunu oynayırdı. İstədiyi adama qapını açırdı, istəmədiyini açmırdı. Qoşun 2 növə bölünürdü. Şahın qoşunu, feodalın qoşunu və müharibə olanda bu şahın və feodalların qoşunu birləşirdi. Sonra başqa elə bir şey qalmadı ki, sizin üçün burada deməyim. Ərəb səyyahı var idi, Əl-İstəxri. Təbii ki, biz bu dövlətlər haqqında məlumatı ərəb müəlliflərindən alırıq. Tutaq ki, deyirəm ki, Manna haqqında məlumatı hardan alıram? Mannanı kim görüb? Aşşur mənbələrindən. Atropatenini Albaniya hardan alıram? Roma və Yunan müəlliflərindən. Bax, bu erkən dövlət, daha doğrusu feodal dövlətləri də, erkən feodal dövlətləri də məlumatı alıram ərəb müəlliflərindən. Ərəb səyyahı Əl-İstəxri yazırdı ki, Dərbənd də, Tiflis də, Bərdə də, üçü də çox gözəl, səfalı ərazilər hesab olunurlar. Bizə desək ki, Azərbaycanda dövlətin yaranması, deyərəm Manna. Deyər ki, dövlətçiliyin bərpası, deyərəm Atropateni Albaniya. Desək ki, yenidən dövlətçiliyin bərpası Şirvanşahlarla götürərəm. Bu nə deməkdir? Tutaq ki, bir gülü əkirik. Manna bizim gülümüz idi, əkildi. Bu ilkdir. Yəni dövlət yarandı. Sonra tapdandı həmin gül. Kötüyü qalsa da üstdən özü öldü. Yəni Azərbaycanı gəldi, Midiya tutdu, Əhəməni tutdu, nə bilim İskəndər tutdu. Sonra bir boşluq oldu, həmin gül təzədən cücərdi. Cücərdi, yarandı Atropateni Albaniya, yəni bərpa olundu. Görürsünüz, əkilmədi, bərpa olundu. Sonra yenə də gəldi Sasanilər tutdu, Ərəblər tutdu. İndi yenə də boşluq oldu, təzədən Azərbaycanın dövlətçilik ənənələri, yəni bərpa olundu, dirçəldi. Ona görə də bizə desək ki, Azərbaycanda ilk dövlət, deyəcək Manna dövləti yaranması. Amma dövlətçilik ənənələrinin bərpası deyəndə Atropateni Albaniyanı da götürəcəyik. Yenidən bərpa olunması da deyəndə Şirvanşahlarla başlayacağıq.